Xoş gördük hörmətli izləyicilər. Bugün biz İsmayıl rayonunun Qarabağ qəsəbəsindəyik. Cəmil Əhmədovun deməli şikayətçi olduğunu bildirdi diqqətimizə və onun dəvəti ilə onun problemini işıqlandırmağa gəlmişik. Buyurun Cəmil bəy, özünüzü təqdim edin, ünvanınızı. Mənim adım Əhmədov Cəmil Babuşoğludur. İsmayıl rayonunun Qarabağ qəsəbəsində yaşayıram. Ünvanınız özünüz əslən haransınız? Özüm Şuşalıyam. Əslim Şuşalıdır. Qaçqın düşmüşük və Qarabağ qəsəbəsində ev veriblər bizə. Bəli. Qarabağ qəsəbəsində yaşayırıq. Probleminiz nədən ibarətdir? Deyin probleminizi. Keçən illərim dekabrın 23-ü, 22-si, 23-ü getdim xəstəxanaya və yoldaşımın son hamilə idi yoldaşım. 3-cü uşağa hamilə idi. Getdim, elə 9 ay ərzində mənə afaq həkim dedi ki, tam normal doğuş olacaqdır, heç bir problem olmayacaqdır. Normal doğuş olacaqdır. Elə bir hamiləlikdən 9 ay tamam olandan sonra bir həftə keçmişdi. Elə belə apardım yuxuların ki, görüm problem yoxdur şu. Afaq həkim baxdı, dedi, bəs uşaq yekədir, bu mütləq keyser olmalıdır. Afaq həkimə dedim ki, afaq həkim, bəs bu 2 dənə uşaq olubdur bundan əvvəl, bəs indi niyə keyser edirsiniz? O birisi normal olubdur. Dedi, bu uşağın çəkisi artıqdır. Amma halbuki o birisi uşaqlardan 200 qram artıq idi. Artıq elə birisi şey yoxdur. 3 kilo 800 qram həmən uşaqları idi, 2 uşaq, oğlan uşaqları. Qız uşağı olacaqdı, o 4 kiloydu. 3 kilo 800 qram idi o uşaqlar. Məcbur elədi ki, yox, keyser olmalı. Get 500 manat gətir mənə, Sevinç doktora verək, bəs keyser ölsün. Sevinç doktor Seyid Əliyeva, doğum şöbəsinin müdürü. Bəli. Mən də getdim, nəzim, pulu tapdım, gətirdim və Sevincə dedim ki, bəs normal doğuş istəyirəm mən bunu. Dedi, yox, əgər normal doğuş olsa, ana sağ qalacaq, nə uşaq sağ qalacaq. Məni belə qorxuzdurlar. Məni ölümlə qorxuzdurlar. Mən də qorxduğuna görə razılaşdım. Götürdüm, verdim pulu, məndən pulu götürdü, apardı 24-cü günü, dekabrın 24-cü keçən illərim. 2023-ün Bəli, 2023-ün dekabrın 24-də olub hadisədə. Keyserə apardılar. Yarım saat keçdi, keyser apardılar, uşağı gətirdilər. 1 saatdan sonra Ülviyyəni gördüm, normal idi hər şey. Ülviyə Əhmədova, həyat yoldaşınız. Əhmədova Ülviyə. Apardılar. Məsələn, uşağı gördüm, yoldaşım gördüm, hər şey normal idi. Getdik evə. Səhərsi günü saat 8-də gəldim, Ülviyyəyə yemək gətirdim. Mənə dedilər ki, get korset al. Ülviyyəni ayağa qaldıracaq. Mən də getdim, korset aldım, gətirdim, verdim, getdim evə. Harca 1 saat keçməmişdi. Qaynatam zəng vurdu ki, bəs Ülviyyədən zəng vuruq götürmür. Bizə alladılar ki, hər şey normaldır. Get görünən məsələ baş veribdir. Getdim xəstəxanaya, gördüm artıq polislər tökülübdür. Orada elə bir ki, ayağa qaldıran kimi düzgün elə bir şey baş vermir. Məsələn, Sevinç doktorun şeyinə baxıram, özü müdafiəsinə yazıb ki, biz əvvəl gəldim, mən Ülviyyəni gəzdirdim, sonra yatsıdım, yerinə uzatdım, getdim. Amma halbuki məndə təzən korsetə göndəriblər. Məndən əvvəl necə qaldırıb ki, məndən korset istəyirlər. Korseti öz hesabınıza aldınız. Öz hesabıma aldım, amma mən yanan orada məlumat verib ki, qaldırdım, ayağa gəzdirdim, sonra uzandırdım yerinə. Ancaq sonra sizdən korset alınır. Amma sonra korsetsiz də onu ayağa qaldırmaq mümkündür. Korsetsiz də ayağa qaldırmaq mümkündür. Bəli. Getdim, gördüm ki, polislər tökülübdür, o yana 2 saat keçdi, axırda məlumat verdilər ki, bəs Ülviyə keçinibdir. Adında qoydular Trump. Amma indi həmən vaxta qədər heç bir problemi olmamışdır Ülviyyənin. Hətta heç vaxt ona həkim aparmamışam xəstəliklə barəsində. Səhlənkarlıq üzbatından və afaq həkiminin tamahkarlığı, Sevinç xanımın səhlənkarlığı üzbatından Ülviyyəni öldürdülər. Belə. Siz bu məsələ ilə bağlı onların özləri ilə əlaqə saxladınız, sizə nə dedilər? Bax. Bizdə afaq həkim deyir, mən səndən pul almamışam, pul görməmişəm. Sevinç də deyir ki, mən heç bir hər şeyi qayda qanundan yerinə getirmişəm.
Amma ekspert cavablarına görürsən ki, düzgün iynə dərman vurulmayıbdır. Düzgün vaxtında ayağa qaldırılmayıbdır. Elə bir şey, operasiya olandan sonra 6 saat mı, 7 saatdan sonra ayağa qaldırmalıdırlar. Amma uzun müddət ayağa qaldırmayıblar. Bu hadisələr baş veribdir. Səhlənkar yaraşıblar. Çox səhlənkarlıq ediblər. Ekspertlərin cavabına baxanda mən görürəm ki, elə. Bax, siz hazırda məhkəmə prosesiniz gedir də. Birinci deməli açılış məhkəməniz oldu. Növbəti məhkəmə ayın sabah tarixdə olacaq da. Deməli 6 mart tarixində. Sözünüz haradır? Bax, kimlərə müraciət etmək istəyirsiniz buradan? Valla sözüm dövlət orqanlarınadır ki, bu işə kim baxır, ali məhkəməyə, bu işi İsmail rayonu məhkəməsi baxır. Ali məhkəməyə tam dəqiq və qərəzsiz bu işə baxsınlar. Kim nə cəza lazımsa bu səhlənkarlıq ediblər, kim tamah ücbatından və yoldaşımı həyatını məhv ediblər, bax, bunlara düzgün rəy çıxarsınlar, düzgün qərar yerinə etsinlər. Mən inanıram ki, düzgün də qərar çıxaracaqlar. Çünki mən prokurorluqda bizim işimizə baxdılar, prokuror Orxan müəllim çox düzgün işinlə məşğul oldu, gördüm. Səhlənkarlıq etmədi, hər şeyi dəqiq yerinə yetirdi. İsmail prokuror. Bəli, İsmail prokuror çox canla başla iştirak edir ki, burada heç bir qərəzliyi olmasın, heç bir səhvə yol vermədi. Mən ona çox razıyam. Yəni, inşallah Orxan müəllimin qərəzsiz baxdığı bu işə ali məhkəmədə qərəzsiz baxacağına inanıram mən. Mən bir də məlumat mənə gəldi ki, ekspertin rəyi gəlib xəstəxanaya, orada hansı ki, mən bayaqdan vurğu elədim ki, düzgün dava dərman olunmuyubdur. Həmən ekspertin rəyinə təzən kağızı götürüb, rəyin kağızını, həmən dərmanların adlarını yazıblar. Ekspert xəstəxanada götürüblər, həmən dərmanların adlarını yazıblar ki, burada saxtakarlıq etmək istəyiblər. Bax, bu işlər də belə baş verir. Bunların qarşısı alınmalıdır ki, heç bir saxtakarlıq olunmasın. Aydındır, təşəkkür edirik. Biz də buradan əlaqədar qurumlardan xahiş edirik ki, öz tərəfimizdən, kanalımız adından ki, vətəndaşın şikayəti nəzərə alınsın. İsmail rayon məhkəməsindən xahiş edir ki, ədalətli qərar verilsin. Yeri gəlmişkən, istintaqı düzgün apardığına görə biz də İsmail rayon prokurorluğuna öz təşəkkürümüzü bildiririk və onlardan da xahiş edirik ki, dövlət ittihamını layiqincə axıra kimi müdafiə etsinlər və bu vətəndaşın 3 uşağı anasız qalıbdır və bu insanın, belə deyək ki, çırağını söndürmək deməkdir. Bu insana qarşı ən böyük ədalətsizlik baş verib. Həkim səhlənkarlığı nəticəsində bu şəxsin sevimli, istəkli həyat yoldaşı dünyasını dəyişibdir. Bunun heç bir adı yoxdur. Bu vətəndaşa qarşı ən böyük terror, vətəndaşa qarşı ən böyük cinayətdir. Ki, bugün ölkəmizdə adi hal alıb artıq bunun qarşısı alınmalıdır. Bununla bağlı cəza tətbiq olunmalıdır, günahkarlar cəzalandırılmalıdır ki, digər şəxslər, digər rayonlarda da həkimlər öz işinə səhlənkar yanaşmasınlar və qeyd etdiniz ki, pulu boyunlarına alırlar, siz onlara, siz pulu kimə vermişsiniz şəxsən? Afaq həkimin özünə vermişik, bəli. Afaq həkimin özünə verdim, amma boyundan almışım, mən pul görməmişəm. Hörmətli izləyicilər, bizdə eyni zamanda İsmail rayonunun mərkəzi xəstəxanasının doğum şöbəsi haqqında kifayət qədər məlumatlar var ki, orada keysər əməliyyatını 800 manata, 1000 manata həyata keçirirlər. İndi adamına baxırlar. Eləcə də orada rüşvətlə bağlı məlumatlar var. Vətəndaş açıqlama eləyir indi. İnşallah onları da dəqiqləşdirib yaxın günlərdə sizə informasiya verəcək. Övladlarınızı da görsəydik, onları da bir istərdik kameraya düşsün. İzləyin bizi. Bu övladlar sizin övladlarınızdır. Allah saxlasın. Balacası evdədir yəqin. Balacası 5 yaşı var. Camalda 6 yaşı. Turanın 4 yaşı var, Camal 6 yaşı. Hə, bəs o deməli axırıncı uşağınız qız uşağıdır. 1 yaşı oldu. 1 yaşıdır, hə. Allah saxlasın balalarınızı. Nəsə dediyiniz əlavəmiz var idi bayaq. Bu məsələ ilə mənə çox pul təklif edirlər. Sevinç həkimin yoldaşı Bakıdan ev təklif edirlər, pul təklif edirlər. Heç birini qəbul edemedim. İstədim ki, bu işi tam ədalətli yerinə yetsin. Kimin səhvi var, kimin tamahkarlığı ücbatından bu məsələni mən də tamahkarlıq eləyib məsələni bağlamaq istəmədim. Nə məsələdirsə axıra qədər yerinə yetməyini istəyirəm. Sizdən çox sağ olun ki, bu məsələni işıqlandırırsınız, ictimaiyyətləşdirirsiniz ki, heç kəsin başına indən sonra bu hadisələr baş verməsin.
Çox sağ olun sizə deyirəm. Təşəkkür edirəm. Yəni, hörmətli izləyicilər, vətəndaşa həmən baş verən hadisə ilə bağlı Bakıda ev təklif olunub. Sevinç Seydəliyevanın həyat yoldaşı tərəfindən küllü miqdarda pul təklif olunub ki, şikayətindən geri dursun. Ancaq o geri durmayıb. Gördüyünüz bu uşaqlar həmən mərhumə xanımın uşaqlarıdır, Ülviyə Əhmədovanın. Allah rəhmət eləsin ona, ailəsinə səbir diləyirik. Və dünyaya gətirdiyi qız övladının 1 yaşı var. Hava soyuq olduğuna görə o burada gələ bilmədi, gətirə bilmədik onu. Bəli, adamın vicdanı ağrıyır. Vicdanı olan hər bir kəs bu məsələni belə qoymalıdır. Qanunun tələbi düzgün araşdırılmalıdır. Günahkar cəzasını almalıdır və inanırıq ki, bu baş verəcək və nəhayət ki, ölkəmizdə bu hüququn aliliyi prinsipinə əməl etməyi hamı özünə borc bilməlidir və buna nail olmağı bacarmalıyıq. Bunu məhkəmələr də, prokurorluq da və digər qurumlar da. Bu işi gizlədən adamlara ar olsun. Bu işdə hansısa mənfəət güdən adamlara kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq ar olsun. Bax, bu körpələrin gələcəyini düşünmək lazımdır. Bu körpələrin ahı yerdə qalmasın. Biz bu məsələdə araşdırmalarımızı davam etdirəcəyik. Məhkəmənin gedişatı prosesini izləyəcəyik, məhkəmənin nəticəsini izləyəcəyik və ictimaiyyətə məsələ ilə bağlı məlumat verəcəyik. Və İsmail rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində bugündən sonra monitorinqlərimiz başlayır. Sağ olun, sağlıqla qalın.